Mənim ağlım kəsəndən Azərbaycanda əzəldən insanlar bir gün görməyib. Amma son vaxtlar kasıbçılıqla, bahalıqla, maddi çətinliklə bağlı çoxlu şikayətlər alıram ki, həmvətənlərimiz gileylənirlər, çarəsizliklərini dilə gətirirlər. Mən də bir Azərbaycanlı kimi, o ölkəni sevən qardaşız kimi gecədən sübhə qədər yatmayıb bu problemin həllinə necə köməyim deyə bilər, bu barədə kəllə sındırdım. Və məncə çox parlaq bir ideya tapmışam, onu istəyirəm sizlə bölüşəm. Siz də səs salıb hökumətdən bu ideyanın həyata keçirilməsini tələb edəsiniz. Diqqətlə qulaq asın. Əziz dostlar, bilirsiniz ki, tibb çox inkişaf edib. Hal-hazırda elə Azərbaycanın özündə də, dünyanın bir çox ölkələrində də orqan köçürülməsi əməliyyatları həyata keçirilir. Azərbaycanda bu barədə qərar var, amma biznes məqsədi ilə öz orqanlarını satmaq qadağan olunur. Məncə bu məsələ aradan qaldırılmalıdır dərhal və Azərbaycanlılara gözəl bir şərait yaradılmalıdır ki, cüt orqanlarımızı, böyrəyimizi, nə bilim, ciyarımızın bir hissəsini, gözümüzün, qulağımızın birin bazara çıxardıb əlverişli qiymətlə sataq. Bu orqanlar dünya bazarında çox bahalıdır. Geniş alıcı kütləsi də var. Məncə biz bununla vəziyyətdən çıxa bilərik. Ən azı bir müddətə xilas ola bilərik. Bu orqanlarımızın bir ikisini satmaqla özümüzə yüngülvari biznes qura bilərik. Kreditlərimizi verə bilərik. İt əlimin üstünə hürdü, ümid eləyirəm ki, onun bədliyi bizi tutmaz. Hər zaman belə yaramazlar olur, amma ona fikir verməyin. Necə baxırsınız bu ideyaya? Onsuz da biz heç iki orqanla bir şey yaraya bilmirik. Azərbaycanda iş yox, güc yox. Yəni iki böyrəyi saxlayıb, bütöv dalağı saxlayıb, ciyarı saxlayıb nəyinə olacaq ki? Onsuz da kasıbçılıqla, borc içində, möhnət içərisində məhv olub gedirik. Olmaz ki, bunların birini sataq. Hökumət birinci qanunvericiliyi dəyişsin, ikinci də bu bazarda yaxşı bir nizam yaratsın. Nə bilim, saytın qursun, reklamın qursun ki, tez bir şəkildə Azərbaycanlılar orqanlarını satıb həm hökumətin yükünü azaltsın, həm də öz yükünü azaltsın. Onsuz da, əziz dostlar, əziz Azərbaycanlılar, bu süni intellekt, gen mühəndisliyi elə sürətlə inkişaf edir ki, heç şübhəniz olmasın ki, 4-5 ilə indi çox qiymətli olan bu insan əzaları laboratoriya şəraitində istehsal olunacaq. Yəni böyrək, ciyar, qulaq, baş, burun, bunların hamısını laborator şəraitdə istehsal eləyəcəklər və onda avtomatik olaraq bazarda qiymət öləcək. Nə qədər ki, bizim bu orqanlarımız pula gedir, biz irəli düşməliyik, inqilabi bir addım atmalıyıq və bunları bazara çıxarıb satmalıyıq. Bilirəm, indi deyəcəksiniz ki, niyə biz orqanlarımıza əl ataq, neft, qaz ölkəsi və s. Ondan əlinizi çəkin. Əlinizi, gözünüzü neft gəlirlərindən, qaz gəlirlərindən, qızıq yataqlarından çəkin. Çünki bilirsiniz ki, Azərbaycanın sahibi İlham Əliyev və onun ailəsi oradan gələn gəlirləri toxunulmaz saxlayır ki, bizim gələcək nəsillər 100 ildən, 200 ildən sonra onlarla həyatlarını qursun. Ora əl uzatmayaq. Gücümüz özümüzə çatır və yaxşı da bazar var. Bu təklifimi qiymətləndirin. Sağ olun. İtə fikir verməyin.